Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən 11 may 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin kolleclərə qəbul imtahanının qrammatika suallarının izahına baxacaq. Deməli, keçək suallarımıza. Birinci sualımız. Uyğunluğu müəyyən edin. İcbar növdə olan feildir. Məlum növdə olan feildir. Yəni biz burada həm icbar, həm də məlum növdə olan feilləri uyğunlaşdırmalıyıq. Baxırıq. Alışdırmaq, kəsdirmək, qazdırmaq, deyinmək, yandırmaq. Bildiyimiz kimi feilin qrammatik məna növlərindən icbar növdə işi danışan şəxs deyil, haqqında danışılan deyil, üçüncü şəxs icra edir. Və feillərin üzərinə dır və tır şəkilçilərini artırmaqla əmələ gətiririk. Məlum növün isə özünün xüsusi şəkilçisi yoxdur. Burada baxırıq, deyinmək, in şəkilçisi vasitəsilə düzəlib, bu qayıdış növdədir. Ona görə bunu çıxırıq. Kəsdirmək və qazdırmaq. Yəni işi biz üçüncü bir şəxsə icra etdiririk. Kəsdir, qazdır. Ona görə birinci olacaq B, C. Həmçinin alışdırmaq və yandırmaq məlum növdədir. Çünki biz burada işi digər şəxsə gördürmürük. Yəni nəyisə alışdıranda özümüz alışdırırıq və yandıranda özümüz yandırırıq. Ümumiyyətlə, feilin qrammatik məna növlərində əsas iki məqama diqqət yetiririk. Birincisi, onların şəkilçiləridir. Yəni, mütləq feilin qrammatik məna növünü əmələ gətirən şəkilçilər feillərin üzərinə artırılmalıdır. İkinci isə mənasına diqqət yetiririk. Yəni, məlum növdürsə, iş görən məlum olur. Məsələn, məhsul növdə iş görən məlum olmur. İcbar növdə işi başqasına gördürürük. Qayıdış növdə işi öz üzərində görür. Qarşılıq birgəlik növdə qarşı-qarşıya və ya birgə iş icra olunur. Yəni, burada da baxmayaraq ki, dır şəkilçisi var, alışdırmaq. Yəni, özümüz nəyisə alışdırırıq, həmçinin yandırmaq, özümüz yandırırıq. Ona görə də məlum növdə olur. 27-ci sualda cavabımız A bəndi olacaq. 28. Düzəltmə sözlərdən ibarət cərgəni göstərin. Biz bildiyimiz kimi sözlər üç cür olur. Sadə, düzəltmə, mürəkkəb. Və düzəltmə sözlərdə leksik şəkilçilər vasitəsilə düzəlir. A bəndində, məsələn, saxta sadədir. B bəndində gəlmək sadədir. C bəndində dinləmək sadədir. Yəni, dinlə dinləməyin əlaqəsi yoxdur. Ona görə qayda olaraq biz deyirik ki, yeni yaranan sözlə onun kökü arasında mütləq məna bağlılığı olmalıdır. Əgər bu bağlılıq yoxdursa, biz onu sadə söz kimi götürürük. Burada da la, lə şəkilçisi deyil. Dinləmək birbaşa sadə sözdür. Sonra D bəndində yaşıl sadə sözdür. Bunu da çıxırıq. E bəndində isə burdan buruq, ürkdən ürkək, hördən hörgü düzəlmişdir. Ona görə də cavabımız olacaq E bəndi. 28-də E bəndi olacaq. Sonra 29. Hansı cümlənin xəbəri sifətdən düzəlmiş feillə ifadə olunmuşdur? Yəni, biz testləri işləyərkən mütləq şərti oxuyanda onu diqqətlə oxumalıyıq. Yəni, burada bizdən bir neçə məqama diqqət yetirməyimizi istəyir. Demək, burada baxırıq. Həm xəbər, feili xəbər olmalıdır, həmçinin sifətdən düzəlməlidir. Ona görə, əgər feili xəbər yoxdursa, biz onu çıxırıq. Qayğılıdır, ismi xəbərdir, soyuqdur, ismi xəbərdir. Bunları çıxırıq ki, işimiz asanlaşsın. İndi baxırıq, üzləşmişdir, daşlaşmışdır, adiləşmişdir. Feili xəbərdir, üzləşmişdir, üz isim, bunu da çıxırıq. Daşlaşmışdır, daş isim, bunu da çıxırıq. Adiləşmişdir, adi necə? Deməli, kökü sifətdir. Ona görə cavabımız olur
E bəndi. Sonra 30. Cümlələrə əsasən verilmiş fikirlərdən uyğun olanları Euler-Venn diaqramının uyğun xanlarında qeyd edin. Burada cümlələr verilib. Birinci cümlə, həmçinin ikinci cümlə. Burada da Euler-Venn diaqramında birincidə birinci cümləyə aid fikirlər, ikincidə ikinci cümləyə aid fikirlər, ortada isə hər ikisinə aid oxşar fikirləri yazmalıyıq. İndi testimizə baxaq. Birinci cümləni oxuyaq. Onu tanımırsan, ancaq o səni tanıyır. İkinci cümlə. Bu Ağbulaq kəndində nə qədər yeniliklər olsa belə, köhnəliyin qalıqları adamı narahat edir. İndi baxırıq, qrammatik əsası var. Yəni, hər iki cümlənin qrammatik əsası var. Ona görə də A-nı ortaq cəhət kimi götürə bilərik. Məsələn, səni tanıyır kim? O. Sonra, o köhnəliyin qalıqları adamı narahat edir. Nə? Köhnəliyin qalıqları. Yəni, hər iki cümlədə qrammatik əsas olduğuna görə biz bunu ortaq cəhət kimi götürürük. Sonra, həmciz xəbərli sadə cümlədir. İndi baxırıq, həmciz xəbərli sadə cümlə. Deməli, birinci cümlə, onu tanımırsan, ancaq o səni tanıyır. İkincidə isə, bu Ağbulaq kəndində nə qədər yeniliklər olsa belə, köhnəliyin qalıqları adamı narahat edir. Burada biz baxırıq, birinci cümlə tabesiz mürəkkəb cümlədir, bağlayıcı vasitəsilə düzəlib. İkinci cümləmiz isə tabeli mürəkkəb cümlədir. Çünki burada sa plus belə. Yəni, sa üstəgəl da, həmçinin sa belə ədatı ilə işlənirsə, bu zaman tabeli mürəkkəb cümlə olur. Deməli, tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Birinci cümləyə aiddir. Tərəflər arasında bərabər hüquqluluq var. Həmçinin birinci cümləyə aiddir. Çünki biz dedik ki, tabesiz mürəkkəb cümlənin tərəflər arasında tabesizlik əlaqəsi olur. Yəni, biri digərindən asılı olmur, bərabər hüquqlu olur. Tabeli mürəkkəb cümlə isə bərabər hüquqlu olmur. Biri əsas cümlə olur, baş cümlə, digəri isə ondan asılı olur. Budaq cümlə isə ondan asılı olur. Tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabedir. Bu isə aid olduğu ikinci cümləmizə. Beləliklə, 30-cu sualda cavabımız oldu. Deməli, 1-ə C, D, 2-yə E, 3-ə isə A. Sonra, 31-ci sual. Nümunələrdən hansında əlavə ikinci dərəcəli üzvə aiddir? A. Birincinə baxaq. Atını mahmızlayıb qırqızla birgə çölə. Ovlağa sarı üz qoydu. Haraya? Çölə, ovlağa sarı. Birinci cümləni götürürük. Zərfliyin əlavəsidir. Sonra, ikinci cümlə. Sizinlə biri götürürük. Deməli, sizinlə görüşə bizi, kəndin ağsaqqallarını göndəriblər. Kimi? Bizi, kəndin ağsaqqallarını. Bu da tamamlığın əlavəsidir. Bunu da götürürük. Sonra, onun danışdıqlarını eşidənlər, otaqdaşlar xeyli təəccübləndilər. Kim? Onun danışdıqlarını eşidənlər, otaqdaşlar. Bu mübtədadır. Bunu götürmürük. Mübtədanın əlavəsidir. Qoca kişi sonuncu. Beşinci kisəni də qaldırıb arabaya qoydu. Deməli, neçənci, sonuncu, beşinci. Burada da təyindir. Təyinin əlavəsi. Yəni, bunu da götürürük. Köməkçinin hissəsidir. Daha doğrusu, nümunələrdən hansıda əlavə ikinci dərəcəli üzvə aiddir. Yəni, ikinci dərəcəli üzvə aid olduğuna görə götürürük. Sonra, 5. Ora, hamının tez-tez getdiyi yer indi kimsəsiz idi. Hara? Ora. Hamının tez-tez getdiyi yer. Bu isə mübtədanın əlavəsidir. Bunu da götürmürük.
6-da isə Gülnaz kababı gətirib süfrəyə qoydu, qayıtdı. Burada ümumiyyətlə yoxdur. Deməli, cavabımız olur 1, 2, 4, C variantı. Sonra davam edirik. 32. Cümlələrin birində zərf yoxdur. Aha. Burada baxırıq, birdən zərfdir, aşağı zərfdir, yaxşı oxuyur, oxuyar zərfdir, yuxarı zərfdir. Yaxşı, yəni sifətlə və zərf ortaq sözlərdir. Yəni ismə aid olanda, məsələn, yaxşı şagird. Necə şagird? Yaxşı olur, sifət. Amma hərəkətə aid olanda isə zərf olur. Məsələn, yaxşı oxuyur, necə oxuyar? Yaxşı. Burada meşədə hava təmiz idi. Bu variantımızda isə zərf yoxdur. Deməli, 32-də olacaq C variantı. Sonra 33-ə baxaq. Cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Ümumiyyətlə, bu o ilə əlaqədar, o, bu əvəzliyindən sonra vergülün işlənməsi qaydası demək olar ki, hər il düşür. Yəni, bunda diqqətli olun. Aha, baxırıq. O da heç kimə məhəl qoymadan öz işinə davam etdi. Burada köməkçilik hissəsi gəldiyinə görə qoyulmur. O qaçıb maşına çatdı. Burada feil gəlib, qoyulmur. Sonra o daha bu yerlərə, burada da həmçinin köməkçilik hissəsi, o bina, mehmanxanadadır. Yəni, burada da ancaq işarə əvəzliyi kimi düşünə bilərik. O bina. Hansı bina? Yəni, ümumiyyətlə, şəxs əvəzliyi kimi olanda ismi əvəz edir. Məsələn, o gəlir, kim? Amma işarə əvəzliyi kimi olanda sifəti əvəz edir. O bina, məsələn, hansı bina? İndi burada C variantına baxırıq. O, heykəlin qarşısında dayandı. Yəni, şəxs kimi düşünə bilərik. O, məsələn, Əli, heykəlin qarşısında dayandı. Bir də heykəli göstərib deyə bilərik ki, o heykəlin qarşısında dayandı. Yəni, birincidə şəxs nəzərdə tuturuq. İnsan. Yəni, şəxsi əvəz edir, o, yəni Əli heykəlin qarşısında dayandı. Bu zaman vergüldən istifadə edirik. İkinci halda isə o heykəlin qarşısında dayandı. Artıq burada şəxs yox, heykəli göstərib deyirik ki, o heykəlin qarşısında dayandı. Hansı heykəlin? O heykəlin. Yəni, ona görə cavabımız olur C variantı. Çünki burada deyir ki, o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni, hər iki halda düşünmək olar. Sonra 34. Cümlələrdən birinin xəbəri yazılışına fərqli tələffüz edilir. Burada baxırıq, gələcək. Burada ih səsi verir, xışdırıq. Vətənimi çox sevirəm, gözəlləşir, gəlir, gəldi. Yəni, bunlarda isə fərq yoxdur. Ona görə də cavabımız olur A bəndi. Sonra 35. Bu qızlar qız qalasında bələdçidirlər. Cümləsi haqqında deyilənlərdən biri səhvdir. Nəqli cümlədir, bəli. Qeyri-müəyyən şəxsli cümlədir. Qeyri-müəyyən şəxsli cümlələrdə mübtəda olmur. Amma burada isə mübtəda var. Bu qızlar bələdçidirlər. Kim? Qızlar. Yəni, mübtəda olduğuna görə bu müəyyən şəxsli cümlədir. Ona görə cavabımız olur B bəndi. İsmi xəbərli cümlədir. Bəli, bələdçidirlər. Qızlar, hansı qızlar? Bu qızlar harada? Qız qalasında. Bu da zərflik, bu da xəbər bələdçi. Bəli, sxemimiz də düzdür. Ona görə cavabımız olur B bəndi. Sonra 36. Uyğunluğu müəyyən edin. Deməli, yalnız qoşma fərqli tələffüz olunur. Yalnız qoşmanın qoşulduğu söz fərqli tələffüz olunur. Həm qoşma, həm də qoşmanın qoşulduğu söz fərqli tələffüz olunmur. Yəni, burada diqqət edin, olunmur, inkardadır. İndi baxaq. Deməli, Akiflə Vahid sabah oraya gedəcəklər. Burada xəbərimiz cəmdə olduğuna görə burada ilə və qısaldılmış forması lə qoşma deyil, bağlayıcı olacaq.
Yəni ümumiyyətlə qaydamız belədir ki, Akiflə Vahid sabah oraya gedəcək. Əgər təkdə olsaydı, bu zaman qoşma olacaqdı. Amma cəmdə olanda bağlayıcı olur. Yəni biz bunu qoşma kimi düşünə bilmərik. Ona görə bunu çıxırıq. Sonra həmin gün səhərə qədər oyaq qaldıq. Deməli, həmin gün səhərə qədər. Burada qoşmamız qədər, özündən qabaq hal şəkilsi söz gəlib. Hər ikisi fərqli tələffüz olunmur. Ona görə bu 3-ə aid olacaq. Sonra gəzintiyə babamla gedəcək. Burada la, nam kimi tələffüz olunur. Babamla gedəcək. Deməli, burada da yalnız qoşma fərqli tələffüz olundu. Deməli, birə C olacaq, yalnız babamla. Yəni, söz fərqli tələffüz olunmur, amma ona qoşulan qoşma fərqli tələffüz olunur. Bu kitabları səndən ötürü almışam. Burada da səndən, D-N olur. Səndən ötürü almışam. Burada isə qoşmanın qoşulduğu söz fərqli tələffüz olunur. Yəni, ötürü fərqli tələffüz olunmur, amma onun qoşulduğu söz səndən ötürü. Ona görə bunu 2-yə aid edirik. Sonra, onun kimi davranmaq istərdi. Yəni, onun kimi, burada qoşmamız kimi, onun kimi. Hər ikisi fərqli tələffüz olunmur. Ona görə bunu da 3-ə aid edirik. Cavabımız olacaq B variantı. Deməli, 1-ə C, 2-yə D, 3-ə isə B, E. Deməli, bunlar qrammatika suallarının izahı idi. İndi növbəti videolarımızda mətn suallarının izahını da atacaq. Yəni, kanalı izləyərsiniz, inşallah onu da çəkib kanala yerləşdirəcəyik. Sonda abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.